أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا رحمن يا صلى الله على محمد وآل محمد صلوات Dünya Müslümanlarının Ahl-i Beyt Raşidlerinin bayramını yani Hazreti Cenab-ı Zeynep Salamullahi Aleyhi Mevlüt günü değil, aynı zamanda da günlerde de Allah'ın vesile Seyyid Peygamber evladı ağanın vefatının için Allah ruhunu şad eylesin. Bu ruhun simasında tüm Seyyid Peygamber evlatlarına ve dünyadan yedinler ruhlarının şad olmasına vakti, kalanlarının selametlerine selamet olsun. İnşallah Hazreti Yarın Ağa özü de ister ki birinci Hazreti Cenab-ı Zeynep'i yad edeyek, sonra da inşallah Rızam Meclisi'nden kardeşlerimizden bakmak. Oturuyalım bakalım. Ya o birisi salavatla yakın ki nurlanıyorlar birazdan uzanan diyelim ya bize sen eyler nicat Zeynep'e hatim nurani deyek bir salavat Zeynep'e hatim bir kız uşağı geldi bu dünyaya bugünden bir kız uşağı geldi bu dünyaya bugünden dünya hala görmürdür göremez bile bende yoksa iterdi onu o eyledi zinde hatta verip ol dinem hayat Zeynep'e hatir ya Rabbi bize sen eyle nicat Zeynep'e hatir nurani deyek bir salavat Üç gün idi ki olmuş idi Zeynep-i Kübra hem hakim adını koymamış o Hazreti Mevla'nın sebep var idi Cenab-ı Peygamber sefere gelmişti bir neçe gün diye rivayet
koymamış ol Hazreti Mevlam. Bu ad evi peygambere mahsustur. O zaman verdim dedik Allah'a berat. Zeynep'e hatiye ya Rabbi bize sen eyle nicat. Zeynep'e hatir nurani değer bir selavat. Zeynep'e hatir Peygamber-i İslami gelip baktı uşaklara. Bu işten sebep olmuş idi sancılara. Ettik biz havalar abi o Mekke'ye. Allah özü etsin hasenat. Zeynep'e hatir ya Rab bize sen eyle nicat. Zeynep'e hatir nurani değer bir salavat. Tabrili haber geldi, gülümsendi o hoşlara. Ay secdeye düştü, hani ulduzlar ile şer. Eykat çağırıyor, siz bu kızın aldırın Zeynep. Zeynep'le takılır kerabat. Zeynep'e hatir ya Rab bize sen eyle nicat. Zeynep'e hatir nurani değer bir selavat. Allahümme salli ala Muhammed. Zeynep'e hatir gayret tacı idi o avelmezler Hüseyin'e. Arka olup her vaktinde o Rabbani diyeyim. Vallahi yeminlik getirip ahli yemine. Zinem kapı bindi etrebat. Zeynep'e hatir ya Rab sen özünü eyle nicat. Bize sen eyle nicat. Zeynep'e hatir nurani değer bir selavat. Allahümme salli ala Muhammed. Zeynep'e hatir Zeynep dedim eşkin etirinden yere serptim. Ondan sonra sandım saçımı bir kere ördüm. Orada bana baktımsa güzellikteki gördüğüm. Ölmez diriliş verdim memat. Zeynep'e hatir ya Rab bize sen eyle nicat. Zeynep'e hatir nurani değer bir salavat. Zalimler önünden olur millet. Zincirini zulmün kırmak Zeynep'e hatir ya Rab bize sen eyle nicat. Zeynep'e hatir nurani bir salavat. Sen de
Mustafa'dan dönmem. İbret teklifim mənəm, sen etme şeyhül ələm. İbret teklifim mənəm, sen etme şeyhül ələm. İbneden dönmem, Aliyyər Mürtəzadan dönmem. Neydirəm mən Hacərüm, neydirəm mən Hacərüm, Sara-ı Məryəm məskini, Məhmədi dilkeşi, xeyrən misadən dönməm. Müddəi gəl eyləsəm, zəhrinə parə sinəmi, vəsb-i öfsafi imami, müctəbadan dönməm. Etsə düşmənlərə gələr, etsə düşmənlərə gələr, ərdi xulabı cismimi, mən qədayəm ol şəhi, kərb-ü bəladən dönməm. Seyyida, Seyyida, gəl sən dönürsən, dön bunlardan meykimən. Dönmərəm, mən dönmərəm, haşa leşəllah, dönmərəm, Mövlayım mən Nuruz. Ağanın ruhu üçün səlavat zikr. Esselamu aleyki eyyetüha siddiqatul mabdiyya. Esselamu aleyki eyyetüha qadilatul reşida. Esselamu aleyki eyyetüha kamilatul alimatul alima. Esselamu aleyki ya ummul mesaib, ya Zeynep ve rahmetullahi ve berekatuhu. Selamun ala meliketül dünya, aqilatun nisa ve şerikatü şehid fi mesaibi kelbelam. Kefiletü seccad, sirru abiha, ya Zeynep el-Kubra ve rahmetullahi ve berekatuhu. Didim dağına dursan, buyur dimenden alın. Eğer gören gözün olsa, Gıdari Zeynep'dir. Məclis əhlindən xahişim budur ki, bu sözlərə qiymət verəsən, diqqətlə qulaq asasan, daha həqqə əda olsun. Həzrət Zeynəbin ruhu buradadır. Dedim dağana ağırsan, buyur məndən alır. Əgər görən gözün olsa, Gıdari Zeynəbdir. O xeymə ki, onu odda yazır mübərrixlər. O xeymə əksi dilin, Porşari Zeynəbdir. Gəl olmasaydı hər avsim, əgər qorxmasaydım, gəl olmasaydı hər avsim, hesab-ı fütvadan, deyərdim Allah-ı Zilzülcibari Zeynəbdir. Necə Zeynəb? Çəkəndə oddan imami, diriltdi dini xanı. Hansı imami? Çəkəndə oddan imami, diriltdi dini xanım. Qiyamətə kimi din tərzidarı Zeynəbdir. Əsir olub yaşa əmma,
Zeynəbin şüarı Zeynəbdir. Gələndə Zeynəb adı fəxr edən səmaya mənəm. Satıb behişli səpəndəşdi Kərbəlaya mənəm. O Kərbəla ki ona verdi etiraz Zeynəb, hənuz səhnələrində salıb səda Zeynəb. O Kərbəla ki səmərsiz tikanlı bir yer idi, o yeri yetdi göyə etdi pişiba Zeynəb. Peyğəmbər Əhl-i Beytə və xanım Zeynəbə səlavat edir. Bu arada ağanın ruhu yad olsun, ağanın da ruhuna, valideynlərinin ruhlarına salavat edir. Bu xanım kimdir ki, İslam ara ağabazəsi var? Köhnə tarix ləhərdən soxəni tazəsi var. Bu nə divandır ki, Quran kimi şirazəsi var. Mən kiməm mədhətinəm, mən kiməm mədhətinə nabidələr acizdir. Bu əcaib qızıdır, hər işimin möcüzdür. Bu xanım kimdir ki, var cəzbənin itrində əsər. Məntiqi sahilədən baş, sözü şəmşiri kəsər. İndi də adı gələndə sitəməndari əsər. Məsləqü rəqsi Hicaz, alimələr aliməsi. Şami təsvir eləyən Kərbəla Fatiməsi. Bu xanım kimdir ki, qovmaz qapıdan bəndəsini. Ay dərdi olan, ay hacəki olan. Bu xanım kimdir ki, qovmaz qapıdan bəndəsini. İnqilabi müklət qoymadı pərvəndəsini. Bəlgənibdi 5 imamət, bəlgənibdi 5 imam, himməti ərzəndəsini. Sözə dəmkir ver, bəlgənibdi 5 imam, himməti ərzəndəsini. Danışıb Şamıda taş oldu Gəzid-ül Məkri, elə bil Fatimə rüsva elədi bu Məkri. Bu xanım kimdir ki, aləm belə xatunə qədər? Qardaşın gördü. Mən çox vaxtımda olacaq, burada ustadlar əyləşirlər. Mən xəzalət çəkiləm bunların yanında oxumağa. Amma xahiş edirlər, xanımın adına istədir mənim də imzam olsun bu məclisdə, ağanın da ruhu şad olsun. Çünki mən oxuyanda ağa ağlayardı hər dəfə, Allah ona rəhmət edilsin. Bu xanım kimdir ki, aləm belə xatunə fəda? Qardaşım gördü oğulsunuz, dedi ey şəmsirda. Bir zaman oldu ağa Abdillahın oğlanlarını şəhid ediblər. Təsəvvürə gətirir. Bu xanım kimdir ki, aləm belə xatunə fəda? Qardaşım gördü oğulsuz, dedi ey şəmsirda. Mən də dağ görməsəm olmaz, bacılıq həqqi əda. Mən də dağ görməsəm olmaz, bacılıq həqqi əda. İki qurban varım, Allah adına nazirdir. Çox yubandırma kəfənlər, gecədən hazırdır. Yüksək, 2 dənə qurbanım var verəm sənə, çox yubandırma kəfənlər, gecədən hazırdır. Bu xanım kimdir? Rüqari əzəmət qamusi, aburi üsəradır, şühəda namusi. Həsəneynin bacısı, mərifət toğyanusi. Tifli danışgah-ı İsmət, göhər təqvadır. Adı Zeynəbdir, beşik tərpədəni Zəhradır. Adı Zeynəbdir, beşik tərpədəni Zəhradır. Fatimə sevgili Mümtaz xanımdır bu xanım. İmtihan bəxti
Sərfraz xanımdır bu xanım. Yəni hər səhnədə cəmbaz xanımdır bu xanım. Kərbəlada hamı gördü Ələbi qeyrətini, qoymadı otda yanan bir düzünün hüccətini. Qapıçın kim döyüb istəydi təqazayı silər, boş deyitməzdi qəsəm izzət-i həyyi əzələm. Kərbəlada bəli soyğuncula etdi əcələm, qavlət əhli başına gör necə qovğa gəldin, öz kənizi xanma, gültədə xurma gəldin. Bu xanım kimdir verib nabiqə şairlərəndən? Nohə xanlar dilinin əzbəri şirin adı, Həzrəti Fatimə şagirdi, Rüba ustadı. Xanımın ruhuna salavat ətkin Allah. Ya Allah. Değil. Var. İyi yerde. Sen öyle kayacağım. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Salam şetfiramimden atam beni alam eyleme. Salam şetfiramimden atam beni alam eyleme. Acizlere serti dünya, dertli dünya. Bildirdiğin belə naməhdi dünya, atan beni helal eyle. Yetimlere direk olmuyor, yetimlere direk olmuyor, söz verilir kömek olmuyor. Hayata sağlığında demek olmuyor. Ataya beni helal eyle, yalvarırım helal eyle. Son menzilin karanlık bir son menzilinde dağıldı karanlık bir mezar bitti. Demekten vebal bir atam beni helal eyle. Yalvarırım helal eyle.
Necə Zeynəb Bətul Reyhanəm, necə Zeynəb Hüseynə pərvanəm, necə Zeynəb kim məhzər-i Zəhram, onun üçün oldu tərbiyət xanım. Qulaq olsun, eşitmək öyle olsaydı. Necə Zeynəb dönüb baxamadı bir, üzünə abeşər məsarə Fırat. Bax, bu günün sözü diyeceğim indi. Necə Zeynəb təvəllüdündə gözü kəşf edib hazirinə bəzi luqat. Day bu günləri xanım Zeynəb dünyaya gəlib hacı buyurun gətirdilər verdilər Peyğəmbərin qucağına. Dediler ya Resulallah bu bağya bir ad koydun ay. Peygamber o Allah diyen adı koydu. Müştebe seslendi ya Zeynep, ya Zeynep, ya Zeynep. O Zeynep gözlerini açmadı. Peygamber beleme rahat oldu. Dedi verin atası Ali'ye, çünkü kızın atyan məhəbbəti başqadır. Elə ki verdilər əmirlər mümininə, ağa aldı qucağına, ay atasının zinəti bana. Gözləri aç Zeynəbim. Xanım Zeynəb gözlərini açmadı. Peyğəmbər əmr elədi, verin Zəhraya. Bəlkə Zəhranın qucağında gözlərini açdı. Xanım da aldı qucağına. Zeynəbim, nazlı balam, gözəl balam, gözləri aç Zeynəb. Xanım gözlərini açmadı. Verdilər İmam Həsənə, İmam Həsəndə də gözlərini açmadı. Onda gözləri
şərab kimi ilahi, mərhəmətinlə bizə sən eylə niqab. Bağışla bizləri Ali Abaya, ya Allah, ilahi razı et, Ali Abami bizlərdən. Qəbul elə bu əzabı, bu kami bizlərdən. Özün buyurmusan, udun yəzdədir ləkumi, nolar qəbul edəsən bu duanı bizlərdən. Allah Hüseynə ağlayanı, ayrı qəmdə ağlatma. Götür bu dərd-ü qəmum, ibtilamı Rahmallah gari el-Fatiha. إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم صل على محمد وعلى آل محمد الله رحمة eylesin. Allah kabul eləsin. Uğurlaşımında ağanın məclisində çəkilən zəhmətləri, oxunan Qur'anı, deyilən Qur'anı, bulunan ehsanatı, yəni bu 3 gün müddətində müminlər, dostlar, aşinalar, yaxın